Səraq xanım, baxın biz ümumiyyətlə təmir eləyirik evimizi və təmir eləyəndən sonra birinci əsas məsələ, yada düşən məsələ olur ki, buranı bir bəzəmək lazımdır, yəni belə deyim, bir mebel düzmək lazımdır. Amma məni həmişə bax düşündürür, bax burada çox eyni baxırsan bir-birinə oxşar mebellərdir, amma biri çox ucuzdur, biri çox bahadır. Yəni baxırsan ki, bunların arasında nə fərq var? Gəlin belə deyək də, ümumiyyətlə təmir prosesində mebelə qədərki dönəm var, mebeldən sonraki dönəm var. Bu həm büdcəyə təsir edən amildir. Yəni büdcə etibarilə təmirə nə qədər ortalama pul gedirsə, təxmin ona yaxın məbləğdə mebelə çıxır. Bu bir mənalıdır. Elə. Bəli, bunu heç hesablamağa ehtiyac yoxdur. Ortalama ona yaxın bir rəqəm çıxır mebel. Əgər bütün mənzilin mebel təmini nəzərdə tutulursa bu şəkildə olur. İkinci, görüntü olaraq bəli, oxşar tekstura və oxşar rənglər ola bilir, amma materialın dərinliyinə gedəndə həqiqətən də onların həm keyfiyyətində, həm marka fərqi olur, həm də ümumilikdə götürəndə orada biz seçim prosesində baxırıq ki, əslində çox oxşuyurlar, amma oradakı evdəki tamamlanma prosesi gedir, evin işıqlandırması, evin təmiri. Baxırsan ki, həqiqətən də həm ucuz mebel, seçilən ucuz segment özünü bildirir, bahalı segmentdə həmçinin özünü bildirir. Yəni görüntü olaraq oxşardır, amma onun dərinliyinə çox diqqətlə baxanda elə anında onun fərqini görmək mümkün olur. Səraq xanım, baxın, mən indi belə çox belə bahalı brendləri demirəm, amma yəni ki, həqiqətən mən bax olubdu da, yəni oturmuşam da, hər ikisinə otururam, rahat ona baxıram. Baxırsan, hər halda görsən ki, eynidir amma axı. Yəni yox, bu söhbət yumşaq mebeldən. İçində nəyində fərqi onu yaranır? Neynirlər ki, onun içində? Mənə nə qədər xidmət eləyir? Xidmətinə görə mi fərqlənir? Nəyə görə o şeydir? Yox, gəlin belə eləyək də. Ümumiyyətlə, mebelin planirovkası, mebelin özünün iç hissəsinin bölgüləndirməsi insanın peşəsini və həyat tərzini yansıdır. Yəni siz hansı peşəyə sahibsinizsə, hansı sahə üzrə fəaliyyət göstərirsinizsə və üstəgəl sizin həyat tərziniz sizin mebelin iç bölgüləndirməsinə təsir edən amildir. Yəni siz gündəlik həyatınızda sport geyimlərdənmi çox istifadə edirsiniz, klassik geyimlərdənmi çox istifadə edirsiniz. Bunu mebelin bölgüləndirməsinə təsir edir. Aksesuarınız mı çoxdur? Qarderobunuzda ayaqqabımı zəifliyiniz var. Xanımlarda çantamı çox alıb yığırlar. Yəni bunların hamısı birbaşa o mebelin özünün bölgüləndirməsinə təsir edir. Gəlin əvvələ qaydaq, mən sizə bir şey deyim. Belə deyim də sizə, istəyir memar olsun, istəyir dizayner olsun. Bu mebelin iç bölgüləndirməsi və mebelin özü başqa bir segmentdir, dizayn başqa bir segmentdir. Yəni bu iki dənə segmenti bir-birinə qatmayaq. Dizayn ümumiyyətlə vizualizasiya eləyir iç bölgüləndirməsi, buna iç memarlıq deyilir və yaxud da ki, interyer dizayner deyilir. İnteryer dizayner məcbur deyil ki, sənin məcbur deyil, yox, yəni onun ixtisasına aid deyil ki, sənin iç bölgüləndirməni və mebel planirovkanın iç bölgüləndirməsinin açıqlamasını versin. Bu tamamilə ayrı bir sahədir. Onun dizayneri tamamilə fərqlidir. Elə. Bəli. İkinci bir məsələ, əgər biz yerli istehsalat mebellərə önəm veririksə, proses belə gedir. Məsələn, Fuad bəy bizə bir müştəri kimi müraciət eləyibsə, proses birinci gedir ki, biz ölçüləri istəyirik. İkinci bir məsələ vizualizasiyanı. Çünki qapaqların görüntüsü divarla ahəngdə olur. İç bölgüləndirməsinin ona aidiyyəti yoxdur. Və biz başlayırıq Fuad bəyin peşəsini öyrənməyə. Gündəlik həyat tərzi necədir? Gündəlik geyim tərzi necədir? Ona uyğun olaraq, baxın, ona uyğun bölgüləndirmə həyata keçirilir. O bölgüləndirmədə əslində içəridə olan, mənzilin özünün içərisində olan tör-töküntülüyü və funksionallığın bir üst etabıdır, bir üst səviyyəsidir. Yəni, bölgüləndirmə birinci, evin bölgüləndirməsini həyata keçirir ideal şəkildə. Düzdür? İkinci bir məsələ əslində mebellərin iç bölgüləndirməsi ideal olmalıdır ki, o evdə funksionallıq tam olsun.